Dünən gecədən başlayan yağıntılı hava şəraiti Gəncədə bir sıra fəsadlar törədib. Şəhərin bir neçə küçəsində avtomobillərin hərəkətində çətinlik yaranıb. Şəhərin Məsəti qəsəbəsində isə evlərin həyətinə yağış suları dolub. Aidiyyatı qurumların problemə biganə yanaşması sakinlərin narazılığına səbəb olub. Gecədən yağan yağış, bax budur. Günümüz saatımız budur. Yağan yağışa baxın. Lotka lazımdır ki, buradan keçib o yana bu yana gedib gəlməyə. Artıq bir neçə ildir Gəncənin Məsəti qəsəbəsində yağış yağan zaman sel suları evlərə dolur. Evlərimizə basan su başlayır evimizdə evin əşyalarını məhv eləməyə, elektronikanı məhv eləməyə və barılarımız çat verir, ev uçmaq vəziyyətindədir. Bizə köməklik göstərən yoxdur. Kimə dərdimizi deyirik, bugün sabah, bugün sabah. Bütün evin içində su dolub, məhlə dolubdur, badral dolubdur, evlər çat-çat olubdur. Sakinlərin sözlərinə görə 20-dən artıq küçənin suyu qəsəbədə məhz bu ərazidə cəmlənir. Problemlə bağlı sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də bugünə qədər onlara kömək edən tapılmır. Xahiş edirik, bu evlərin altında kimsə də ölməmiş, evin binası başına uçmamış. Xahiş edirik, bu işə bir tədbir görün. Bu işi həll edin ki, qoy balalarımız heç olmasa, bax bu sudan keçib məktəbə gedə bilsin, xəstəlik tapmasın. Qəsəbədə tullantı sularının axıdılması üçün kanalizasiya xəttlərinin olmaması səbəbindən vəziyyət bu həddə çatıb. Gəncə şəhər Fövqəladə Hallar Komissiyasından bildirildi ki, vaxtilə qəsəbədə evlərin tikinti normalarına uyğun inşa edilməməsi illərdir ki, çirkəb suların yığılıb qalmasına və evlərə dolmasına səbəb olur. Artıq Gəncə şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən qəsəbəyə baxış keçirilib. Ərazidə su kanalizasiya şəbəkəsi qurulana qədər yağış sularının ötürülməsi üçün 400 metr məsafədə boru çəkiləcək. İlham Məmmədov, Fidan Səfər, Space xəbər, Gəncə.